Yaxşı uşaqlar, salam. Deməli, bugün sizlə sonuncu cümlə üzvümüz olan zərflik barədə danışırıq. Zərfliyin əvvəlcə başa düşmək üçün zərfliyin nə olduğunu və nəyi izah etdiyini bilmək lazımdır. Zərflik hərəkətin icrasını və ya əlamət nə idi? Mübtədəyə aid olan sifət kimi götürmək olar. Əlamətin meydana çıxmasını müxtəlif cəhətlərdən izah eləyir. Ən çox hərəkətə aid olur zərflik. Ən çox hərəkətlə əlaqəli olur. Deməli, zərfliyin quruluşsa iki növü var. Bilirik ki, cümlə üzvləri quruluşsa düzəltmə olmur. İki cür olurlar, sadə və mürəkkəb. Əgər zərflik nitq hissələri ilə ifadə olunubsa, isim, sifət, say, zərf, feil, əvəzliklə ifadə olunubsa, bu zaman həmin zərflik quruluşda sadə zərflik adlanır. Əgər zərflik söz birləşmələri ilə ifadə olunubsa, ismi də ola bilər bu. Feili də ola bilər. Hər hansısa bir söz birləşməsinə ifadə olan zərfliyi mürəkkəb zərfliyi adlandırır. Zərfliyin məna növlərinə baxaq. Zərfliyin 6 dənə məna növü var uşaqlar. Tərz hərəkət zərfliyi, zaman zərfliyi, yer zərfliyi, kəmiyyət zərfliyi, səbəb zərfliyi və məqsəd zərfliyi. Nitq hissəsi kimi keçdiyimiz zərfi yadımıza salaq. Həmin 4 dənə məna növü sizə tanış olmalıdır. Burada birinci yazdığım tərz hərəkət zərfliyi, zaman zərfliyi, yer zərfliyi, kəmiyyət zərfliyi, səbəb bura qədər zərfi məna növlərindən düzəlirəm çox. Səbəb zərfliyi ilə məqsəd zərfliyi isə zərfdə yoxdur. Zərfliyin məna növü sayılır. Yəni, qısacası zərfliyin neçə dənə məna növü var? 6 dənə məna növü var. Zərfliyin məna növlərinin belə çox olması sizi qorxutmasın. Niyə? Çünki o qədər də çətin deyil bunları seçmək. Həm məzmun baxımından biz cümləni oxuyarkən hərəkətin hansı formadan izah olunduğunu başa düşürük, məntiqi yanaşırıq. Həm də suallarını düzgün verməklə biz zərfliyin məna növünü asanca tapa bilirik. Gəl indi ümumi şəkildə bunların suallarını yazaq, daha sonra cümlələrə baxaq və məna növlərini görək çıxarda bilirikmi? Tərz hərəkət zərfliyi necə? Nə tərzdə? Nə tərzdə? Nə cür? Nə vəziyyətdə? Suallarından birinə cavab verir. Hansı suallara cavab verdi? Necə, nə tərzdə, nə cür, nə vəziyyətdə suallarından birinə cavab verir. Zaman zərfliyi hansı suallara cavab verəcək? Hərəkəti vaxt baxımından izah elədiyinə görə nə vaxt, nə vaxt, nə zaman, nə vaxt, nə zaman. Daha sonra nə zamana dək, nə zamana dək. Suallarından birinə cavab verəcək. Yəni, zamanla, vaxtla bağlı olan suallara zaman zərfliyi cavab verəcək. Yer zərfliyinin suallarına baxaq. Yer zərfliyi işin harda icra olunduğunu bildirir. Başlanğıc və bitmə nöqtələrində bildirə bilər. Bu baxımından haraya, harada, haradan, haradan və hara ilə suallarla birinə cavab verəcək. Burada deməli, hara sualına da cavab verir əslində. Bunu mötərziyə alıram. İzahlarda deyəcəm niyə, nümunələrdə. Kəmiyyət zərfliyi. Kəmiyyət zərfliyi işin və yaxud hərəkətin nə qədər icra olunduğunu, hansı dərəcədə icra olunduğunu bildirir. Və bu baxımdan nə qədər, nə dərəcədə, iki dənə sual var bunun, suallarına cavab verir. Daha sonra səbəb zərfliyi iş və yaxud hərəkətin, əlamətin səbəbini bildirir. Və niyə, nədən ötürü, nədən ötürü, nə səbəbə, nə səbəbə suallarından birinə cavab verir. Bu hissəni biraz aşağı indirmək istəyirəm. Çünki səbəb zərfliyini məqsəd zərfliyindən ayırmağın yolunda mən sizə göstərəcəm.
Bilmirəm, dəqiq kitabda var yoxsa yox. Buna baxaq, deməli. Burada biraz məsafə saxlayaq. Məqsəd zərfliyi də iş və hərəkətin icra olunma məqsədini bildirir. Bu hərəkəti eləyirsən, bu işi görürsən. Hansı məqsəddən ötürü? Niyə? Əslində eyni suallara cavab verirlər. Amma fərqləndirməyin yolları var. Şəkilçi ilə fərqləndirəcək. Niyə? Nədən ötürü? Bax, görsən, eyni suallar yazıram. Nəyə görə? Çox oxşayır bunların sualları. Nə məqsədlə? Suallarından birinə cavab verir. Deməli, uşaqlar, zərfliyin məna növləri neçə dənə oldu? 6 dənə. Tərzi hərəkət zərfliyi, zaman zərfliyi, yer zərfliyi, kəmiyyət zərfliyi, səbəb zərfliyi və məqsəd zərfliyi. Tərzi hərəkət zərfliyi necə, nə tərzdə, nə cür, nə vəziyyətdə sualına cavab verir. Zaman zərfliyi nə vaxt, nə zaman, nə zamanadək. Yer zərfliyi, ayda burada da səhv yazmışam. Dəqiqə. Yer zərfliyi, hara, haraya, harada, haradan, hara ilə sualına cavab verir. Kəmiyyət zərfliyi nə qədər, nə dərəcədə sualına cavab verir. Səbəb zərfliyi niyə, nədən ötürü, nə səbəbə. Məqsəd zərfliyi də demək olar ki, eynidir, bir dənə nə məqsədlə sualı fərqlidir. İndi gəlin biz müxtəlif nümunələr yazaq. Birincisi, zərfliyin məna növlərini aydınlaşdırmağa çalışaq. Daha sonra isə nə ilə ifadə olunduğunu deməli, aydınlaşdırmağa çalışaq. Məsəl üçün, cümlələr fikirləşək. Sakit halda otaqda gözləyirdi. Burada məsəl üçün gözləyirdi. Harda, harada, otaqda. Necə gözləyirdi? Sakit halda gözləyirdi. Bax, sənin burada 2 dənə zərfliyin var. Gəl indi sual verərək bu zərfliklərin məna növünü tapaq. Gözləyirdi, otaqda. Sən bu sualı necə tapdın? Harada. Harada nəyin, hansı zərfliyin sualı idi? Yer zərfliyinin, düzdürmü? Deməli, bu nədir? Yer zərfliyidir. Gözləyirdi. Necə gözləyirdi? Hansı vəziyyətdə, hansı tərzdə? Nə cür? Hansını istəyirsən yazaq. Nə vəziyyətdə yazaq. Nə vəziyyətdə gözləyirdi? Sakit halda gözləyirdi. Sən nə vəziyyətdə sualını hansı zərfliyin məna növündə yazdıq, orada öyrəndik? Tərzi, hərəkət zərfliyində. Tərzi hərəkət zərfliyində. Deməli, bu cümləmizdə 2 dənə zərflik var. Biri tərzi hərəkət zərfliyidir, biri də yer zərfliyidir. Daha sonra deyirəm ki, başqa bir cümlə yazaq. Biz onunla axşamüstü birində yazıram. Ayaqüstü görüşdük. Axşamüstü ayaqüstü görüşdük. Cümlədə həmişə birinci nə tapılar ay uşaqlar? Xəbər tapılar, düzdür? İndi baxaq, görüşdük. Kim? Biz, düzdürmü? Nə zaman görüşdük? Axşamüstü, düzdür? Necə görüşdük? Ayaqüstü görüşdük. Bax, fikir ver. Burada hansı sualı çıxartdın? Görüşdük. Nə zaman? Düzdürmü? Suala bax, nə zaman sualı. Deməli, nə zaman sualını verirsənsə bu nədir? Zaman zərfliyidir. Daha sonra görüşdük. Necə görüşdük? Ayaqüstü görüşdük və yaxud nə cür görüşdük? Bütün suallardan istifadə eləməyə çalışaq. Ayaqüstü görüşdük. Deməli, nə cür sualına hansı zərflik cavab verir? Tərzi, hərəkət zərfliyi cavab verir. Daha sonra nə bilim, yazaq yer zərfliklərindən. Tutalım ki, deyirik ki, sizə tapşırıldı ki, məktəbin həyətində gözləyin.
Belə bir mürəkkəb cümlə nümunəsi yazdım, amma fərqi yoxdur. Bax, gözləyin xəbərdir. Harda gözləyin? Harda gözləyin? Suala bax, əsas məsələ sualdır. Sual həll eləyir hər şeyi. Harda gözləyin? Məktəbin həyətində. Deməli, bu harda sualına cavab verən nədir? Yer zərfliyidir. Yer zərfliyidir. Başqa, kəmiyyət zərfliyi yazaq. Kəmiyyət deyəsən yazmamışıq. Yazıram ki, mən onu xeyli danladım. Mən onu xeyli danladım. Bax, danladım. Kim? Mən. Bu sənin mübtədandır. Ox qoymağa ehtiyac yoxdur. Məncə mübtədanı unutmamısınız. Kim danladım? Mən. Nə qədər danladım? Nə qədər? Xeyli. Bax, xeyli sözü feilə aiddir, hərəkətə aiddir, işin icrasına aiddir. Bu zaman nə qədər sualına cavab verən nə zərfliyidir? Kəmiyyət zərfliyidir. Əgər xeyli isim və isimləşən cümlə üzvlərinin qarşısında gəlsəydi, məsəl üçün xeyli adam toplaşmışdı, bu zaman xeyli isimə aid olduğuna görə təyin mövqeyində çıxış eləyərdi. Burada hərəkətə aiddir deyə nə qədər sualına cavab verən kəmiyyət zərfliyidir. Və yaxud başqa nə deyək? Deyirəm ki, oradan, şimdi qara ilə yazmayaq, eyni rəngi olsun. Oradan azacıq işıq gəlirdi. Oradan azacıq işıq gəlirdi. Amma biz xeyli qorxurduq. Belə bir cümlə yazaq. Burada bayaq dediyim deməli say zərflik mövqeyində olan sözləri necə çıxış eləyir baxacağıq. Baxaq. Qorxurduq. Nə qədər qorxurduq? Xeyli. Bax, hərəkətin qabağında nə qədər sualına cavab verən söz kəmiyyət zərfliyi mövqeyindədir. Gəlirdi. Nə gəlirdi işıq? Nə qədər işıq? Azacıq işıq. Bax, bunları fərqləndirmək lazımdır. Görsənmi? Bu azacıq sözü işıq isminin qarşısındadır. Xeyli sözü isə qorxurduq hərəkətinin qarşısındadır. Bu zaman biz azacığı götürürük təyin. Bax, təyinin xəttini çəkmişəm. Xeylini götürürəm zərflik. Altından düz xəttə çəkmişəm. Əgər hərəkətə aid olursa, nə qədər sualına cavab verən söz zərflikdir. Yox, isim və isimləşən cümlə üzvlərinə aidsə, təyindir. Başqa da görək, zərfliklərimiz varmı? Hardan işıq gəlirdi? Oradan. Haradan sualı çıxdısa, bu nə zərfliyidir? Yer zərfliyidir. Deməli, cümlədə 2 dənə zərflik var. Biri yer zərfliyidir, biri də kəmiyyət zərfliyidir. Kəmiyyət zərfliyidir. Başqa nə deyək? Deyirəm ki, şəhərə axşam düşəndə gedəcəyik. Axşam düşəndə gedəcəyik. Gəl baxaq. Gedəcəyik. Hara? Haraya? Şəhərə. Nə zaman? Axşam düşəndə. Suallarına bax. Haraya. Haraya sualı çıxdısa nə zərfliyidir? Yer. Düzdürmü? Axşam düşəndə. Bu da nə zaman sualına cavab verir. Nə zaman sualına cavab verən zərfliyi nə olacaq? Zaman zərfliyi. Tardı getdi. Gəl indi nə ilə ifadə olunublar onlara baxaq. Məsələn, deyirəm ki, bax buradakı zərflik. Bax bu zaman zərfliyi də üstündə yazmışıq. Axşam üstü zaman zərfliyi nə ilə ifadə olunub ay uşaqlar? Qoy bunu başqa rənglə yazaq. Gözə çarpan bir rəng olsun, olsun bununla. Bax, axşam üstü zaman zərfliyini tapmışıq, sual vermişik, hər şey yerindədir. Bəs nə ilə ifadə olunub? Nə ilə ifadə olunub deyəndə cümlədən çıxardırıq, sözün özünü tək qiymətləndiririk. Axşam üstü zaman zərfidir, nitq hissəsi olaraq. Zaman zərfidir. Ayaq üstü, bu nə zərfidir? Tərzi hərəkət zərfidir. Deməli, sən mənə
Bu zərflikləri təhlil edəndə nə deyəcəksən? Deyəcəksən müəllim, zaman zərfi ilə ifadə olunmuş zaman zərfliyi. Tərzi hərəkət zərfi ilə ifadə olunmuş tərzi hərəkət zərfliyi. İndi buna bax. Bu məktəbin həyətində də yer zərfliyi yazıbsan. Bir buna fikir ver. Bu yer zərfliyidir. Bəs məktəbin həyətində yer zərfliyi ilə ifadə olunur? İsmi birləşməklə. Çünki məktəbin həyəti iki dənə müstəqil sözdən yaranmış ismi birləşmədir. Nə görürsənsə sözü zərfliyi çıxardanda, tək baxanda onu yazırsan. İndi gəl baxaq. Burada sən zərflik tapmısan. Bu deyim, kəmiyyət zərfliyi tapmısan. Bəs bu nə ilə ifadə olunub? Xeylini bundan qabaq nə keçmişdik? Kəmiyyət zərfi. Deyirsən müəllim, kəmiyyət zərfi ilə ifadə olunan kəmiyyət zərfliyidir. Daha sonra. İndi burada yenə eyni şəkildə xeyli kəmiyyət zərfi həm də kəmiyyət zərfliyidir. Oradan yer zərfi ilə ifadə olunmuş yer zərfliyidir. Daha sonra gedəcəyik şəhərə. Şəhər sözünü harda keçmirsən? İsimdə, düzdür? Deyirsən müəllim, isimlə ifadə olunan yer zərfliyidir. İsimlə ifadə olunan yer zərfliyidir. Bəs buna bax, zaman zərfliyi tapmısan axşam düşəndə. Axşam düşəndə özü nə ilə ifadə olunub? Anda şəkilçisini yadımıza salırıq. Feili, bağlama, tərkibindən ifadə olunubdur. Yəni o demək deyil ki, zərfliklər yalnız zərflə ifadə oluna bilər. Zərflə də ifadə oluna bilər. Bütün əsas niksələrlə də ifadə oluna bilər. Hətta ismi və feili birləşmələrlə də ifadə oluna bilirlər. Başqa. Deməli, uşaqlar, qeydlərdən danışmaq istəyirəm. Kitabınızda olan qeydlərdən, yəni istisnalardan, siz onları daha yaxşı başa düşəsiniz deyə. Deməli, başlayırıq nədən? Nəzərə almaq lazımdır ki, eyni sözlər bəzən təyin kimi, bəzən zərflik kimi çıxış edə bilir. Məsələn, baxaq bu cümlələrə. Azər atası kimi danışdı. Azər atası kimi cavandır. Bir də deyirik ki, Azər atası kimi həkimdir. Həkim, yenə ruçka getdi. Həkimdir. Gəl bu cümlələri təhlil eləməyə bax. Baxaq gör necə təhlil olunur. Gəl bax. Bax, danışdı. Kim? Azər. Necə danışdı? Atası kimi danışdı. Bax, necə danışdığının tərzini bildirir. Nə tərzdə danışır, nə formada danışır, nə cür danışır, atası kimi. Deməli, bu tərzi hərəkət zərfliyidir. Tərzi hərəkət zərfliyidir. Və fikir versən, bu hərəkətin özünə aiddir, feilə aiddir. İndi buna baxaq. Cavandır. Necə cavandır? Atası kimi cavandır. Əgər xəbər sifətlə ifadə olunubsa, biz ona deyirik ki, əlamətini bildirir mübtədanın. Biz zərfliyin tərifində nə dedik? Hərəkətin və əlamətin müxtəlif cəhətdən meydana çıxmasını zərflik, deməli, zərflik cümlə üzvü kimi üstünə götürür. Yəni, zərflik cavab verir. Əlamətlə hərəkətin verdiyi suallara. Cavandır əlamət olduğuna görə, yəni sifət olduğuna görə, atası kimi də bu sifətlə ifadə olunan xəbərə aid olduğuna görə burada da zərflik götürülür. İndi buna bax, həkimdir. Həkimdir nədir? İsim. Düzdür? Bu isim idi, bu sifət idi, bu da feil idi. Artıq burada iş dəyişir. İsim və isimləşə bilən cümlə üzvlərini izah eləyən bizim cümlə üzvümüz hansı idi? Təyin idi. Düzdürmü? Deməli, artıq burada olacaq təyin mövqeyində. Çünki həkimdir, burada isimdir. Fikir ver, atası kimi birinci və ikinci cümlələrdə zərflik olduğu halda üçüncü cümlədə təyin oldu. Deməli, fikir vermək lazımdır. Əgər xəbər feillə və sifətlə ifadə olunubdursa, qarşısında onu izah edən söz zərflik sayılır. Amma xəbər, isim və digər isimləşə bilən nitq hissələrlə ifadə olunubdursa, qarşındakı necə sualına cavab verən söz təyin sayılır. Başqa. Başqa qeydlərə baxıram, görüm.
Bir dənə də cümlə yazaq uşaqlar. Burada yazılıbdır. Deyir ki, biz səni 5 saat gözlədik. Yenə eyni ifadənin müxtəlif məna növlərinə baxırıq. Bir də deyirik ki, biz səni saat 5-də qarşılayacağıq. İndi buna bax. Gözlədik. Nə qədər gözlədik? 5 saat. Gözlədiyinin miqdarını bildirir. Deməli, bu nədir? Kəmiyyət zərfliyi. Hardan bildin sən onu? Çünki nə qədər sualına cavab verir. İndi buna bax. Qarşılayacağıq. Nə vaxt qarşılayacağıq? Nə vaxt? Saat 5-də. Nə vaxt sualını çıxardırıqsa, deməli, bu nə zərfliyidir? Zaman zərfliyidir. Yəni, siz bunu əzbərləməklə qutarası deyil ki, mən bunu əzbərliyim, bu yer zərfliyi olur. Xeyr, elə bir şey yoxdur. Deməli, zərfliklərin məna növlərini tapmağın əsas xüsusiyyəti nədən ibarətdir? Düzgün sual verməkdən ibarətdir. Sən ona düzgün sual verməyi bacarırsansa, zərfliyin məna növünü tapmaq çox asandır. Sonra uşaqlar, mən sizdə səbəb zərfliyindən, məqsəd zərfliyinin deməli, fərqləndirilməsini yazmaq istəyirəm. Onu bura yazmaq istəyirəm. Səbəb zərfliyi dığı üstəgəl 3-ün olduqda, dığı üstəgəl 3-ün olduqda. Bir də əlavə olaraq dan çıxışlı kal şəkilçisi qəbul etdikdə, zərflik qəbul etdikdə, bu zaman səbəb zərfliyi olur. Məqsəd zərfliyi isə maq üstəgəl 3-ün, bunları qeyd eləsəniz çox yaxşı olar, qarışdırmarsınız. Bir də A şəkilçisi, yəni yönlü kal qəbul etdiyi zaman biz onu məqsəd zərfliyi hesab eləyə bilərik. Nümunələrdə daha yaxşı başa düşəsiniz. Burada da yazıram çıxışlı xal. Çıxışlı xal. İndi gəl sənə nümunə yazaq. Başqa cür tapmağına ehtiyac yoxdur. Yəni bu üsul hamısında işləyir demək olar ki. İndi gəl baxaq. Yazıram ki, ağladığı üçün gözü qızarıb. Gözləri qızarıb. Belə bir cümlə yazıram. Gözləri qızarıb. Bax, qızarıb. Nə? Gözləri. Nə üçün? Ağladığı üçün. Fikir ver. Nə üçün sualını verib tapa bilərsən? Məntiqlə də tapa bilərsən. Amma bəzən məntiq bütün nümunələrdə işləmir. Ona görə də struktura baxmaq daha dəqiq nəticə verir. Dığı üstəgəl 3-ün. Yuxarıda qeyd eləmişəm. Dığı üstəgəl 3-ün nə bildirirdi? Səbəb. Deməli, bu nədir? Səbəb zərfliyidir. İndi, gəl bir dənəsində yazaq. Qonaqları qarşılamaq üçün getdim. Qarşılamaq üçün getdi. İndi buna bax. Getdi. Deyə bilərsən, hə, nə məqsədlə, nə üçün? Amma burada struktur var. Fikir ver. Maq üstəgəl 3-ün. Maq üstəgəl 3-ün nəyin strukturuydu? Məqsəd zərfliyinin. Çıxışlı halına, yönlük halda nümunə yazaq. Deyirəm ki, xəstələndiyindən dərsə getmədi. Yuxarıda yazmışam. Struktura qayıt təzədən bax. Bax, dan-dən. Gördün? Dərsə getmədi. Nə üçün? Əlbəttə, əvvəlcə sualını tapmaq lazımdır. Getmədi. Hara? Dərsə. Nə üçün? Nə üçün getmədi? Xəstələndiyindən. Burada dan-dəni də görürsənsə, nə üçün sualından sonra struktur nə idi? Səbəb zərfliyi. İndi bax. Deyirəm ki, Bakıya
Bakıya. Oxumağa getmişdi. Oxumağa getmişdi. Bakıya oxumağa getmişdi. Ən çox qarışdırılan struktur budur. Uşaqlar deyirlər, niyə getmişdi, nə üçün getmişdi? Xeyr. Nə üçün getmişdi? Artıq burada alınmır. Bax, getmişdi. Haraya? Bakıya. Haraya sualını burada verdiksə, bunun adı yerindən nədir? Yer zərfliyi. Düzdürmü? İndi oxumağa. Struktura bax. A şəkilçisi. Gəl buraya yazaq. Maq üstə gəl A. Daha dəqiq olsun. Bir dəqiqə. Maq üstə gəl 3-ün. Maq üstə gəl A. Yönlük al. Struktura indi təkrar baxaq. Maq üstə gəl A şəkilçisi hansı strukturu verirdi? Məqsəd zərfliyinin. Məqsəd zərfliyi. Sonda sənin üçün təkrar yazıram. Bax, nümunələrə baxaraq qeyd edirəm. Məqsəd zərfliyi hansı strukturla yaranır? Məqsəd zərfliyi hansı strukturla yaranır? Maq üstə gəl 3-ün. Bir də maq üstə gəl yönlük al. Yəni A2 variant. Səbəb necə yaranır ay uşaqlar? Səbəb. Dığı üstə gəl 3-ün. Bir də əlavə olaraq dan. Dığı üstə gəl dan da ola bilər. Maq üstə gəl dan da ola bilər. Qurtardı getdi. Bu strukturu əzbərləyirsən, çıxır, gedir. Bu da olur məqsəd və səbəb zərflikləri. Bu qədər.